Diqqət, sizinlə işimiz var. İş qurmaq, mövcud biznesini böyütmək, karyerasında irəliləmək istəyənlər üçün Nərmin Aşurzadə ilə idarə etmənin əsasları başlayır. Biz öyrəşmişik ki, adətən uğurdan danışaq, müxtəlif uğur hekayələri dinləyək və öz uğur hekayəmiz varsa onu kiminləsə paylaşaq ki, başqası da baxsın, həvəslənsin. Biz də özümüzlə qürur duyaq ki, bunun da öhdəsindən gəldim. Bu haqda dəfələrlə efirlərimizdə də müzakirələr olunur, başqa yerlərdə də danışırlar. Amma mən istədim ki, bugün biz məhz uğursuzluqdan danışaq. Uğursuzluq nədir və bunu yaşayandan sonra bizdə hansı psixoloji məqamlar baş verir, nələr dəyişir və bunun öhdəsindən necə gəlmək olar? Əgər müəyyən bir uğursuzluq yaşayırsansa, biznesdə ola bilər, karyerada ola bilər. O özündən tam küsməmək üçün, öz xəyallarından yenidən davam edə bilmək üçün nələri bilmək lazımdır? Bununla bağlı psixoloq Zümrüd Əsədova ilə birlikdə müzakirəmiz olacaq və Zümrüd xanım, xoş gəlmisiniz. Necəsiz? Salam, xoş gördük. Təşəkkür edirəm dəvətiniz üçün. Psixoloqlar ümumiyyətlə uğursuzluğu necə izah edir? Nədir bu sizə görə? İlk öncə onu deyim ki, mən həm psixoloqam, həm də coacham. Ona görə hər iki tərəfdən deyəcəm. Ümumiyyətlə şəxsi gəldiyim nəticəni deyə bilərəm ki, və əsasən də son zamanlar bu təbliğ olunur ki, uğursuzluq deyə bir şey yoxdur, yalnız təcrübə var. Biz əgər belə deyək də, kimsə məktəbdən 2 alıb gələndə deyə bilərik ki, okey, sən 2 almısan, bir də deyə bilərik ki, sən çox zəif oxuyan uşaqsan. İkinci variantda artıq biz damğalamış oluruq və istər-istəməz özü haqqında fikir dəyişir. İnsanın şəxsi özü haqqında, yəni şəxsiyyəti haqqında olan fikirlər dəyişir. Ona görə də biz uğursuzluq deyəndə uğursuz insan kimi formalaşdırırıq beynimizdə özümüzü və ya başqasını. Bu da avtomatik olaraq onun daha sonra hərəkət etməyinin qabağını alır. Amma bir təcrübə kimi baxanda biz oradan öyrəndiklərimizi istifadə edib daha yaxşı bir şeylər formalaşdıra bilərik. Çünki əgər baxsaq, hər hansısa bir nailiyyətlərin arxasında həmişə dəfələrlə hər hansısa bir çətinliklər də olur, uğursuzluqlar da olur və bunun nəticəsində daha yaxşı nəsə yarada bilir insan. İndi sizin dediyinizlə əslində razıyam, amma məsələn bəzi insanlar var ki, bunu elə sizin dediyiniz kimi də qəbul edir. Müəyyən uğursuzluq olanda sadəcə başa düşür ki, hə də oldu, eybi yox. İndi başqa bir şey, nəyəsə fokus olmaq lazımdır. Amma bəzi insanlar da var ki, deyək ki, bizneslə məşğuldur, orada uğursuz olur, biznesi batırır və daha sonra yenidən sanki cəsarəti çatmır ki, bir də əlində nə vəsait varsa onu yığsın, təzədən başlasın. Yəni bu uğursuzluq sizin təcrübə dediyiniz müəyyən maneə yaradır. İstəyirəm ki, daha çox həmin qrup insanlar haqqında danışaq ki, bax bu fikirdən necə azad olmaq olar, belə rahat qəbul etmək olar ki, bəli, bu təcrübə idi. Ümumiyyətlə təcrübədir deyib də rahat yaşayan insan demək olar ki, yoxdur, amma bunu özündə formalaşdırmalıdır sadəcə olaraq insan. Biz nəyisə əgər uğursuzluq deyə artıq özümüzdə formalaşmışdı bir şəkildə yaşayırıqsa, bu bizə çətinlik yaradır. Amma eyni zamanda bu bizə nəsə öyrədir və maksimal dərəcədə fikrimizi biz nə öyrəndiyimizə yönəltməliyik. Ümumiyyətlə o fikrin bəlli bir yerdə ilişib qalması var da. Məsəl üçün qırılan yerində ilişib qalacaqdırsa və mən bunu düzəldə bilmirəmsə artıq, yəni pul tutaq ki, itdi. Təbii ki, ilk öncə bu araşdırılır ki, bunun geri qaytarmaq, düzəltmək, nəysə bir reabilitasiya eləmək imkanı varmı, yoxsa yox. Yəni bir insan xəstədirsə onu aparıb tullamırlar ki, biz onu fikirləşirik ki, birinci necə bərpa edək, sağaldaq, düzəldək, daha yaxşı həyat yaşaması üçün şərait yaradaq. Eyni şəkildə biznes də o cürdür. Startaplar körpə uşaq kimidir, yəni onu böyüdə-böyüdə aparırıq. Və burada əsas nüans ondan ibarətdir ki, biz zəif tərəflərini, güclü tərəflərini bilək, nəyi düzəldə bilərik, nəyi düzəldə bilmərik və mütləq şəkildə burada bir korreksiya eləməliyik. Burada əsasən insan özünün haqqında olan fikirlər ona mane olur. Mən bacarmıram, mən eləyə bilmərəm və yaxud da ki, bir damcı nəsə olan kimi artıq məndə alınmır deyə alınan tərəfləri də məhv eləyir. Problem buradadır. Amma insan baxanda ki, okey, uğursuz oldum, mən bunu uğursuzluq adlandırıram, bəlkə burada mən nəsə öyrəndim və bəzən əgər düzgün şəkildə düşünə biliriksə, şəxsi praktikamla da onu deyə bilərəm, düzgün şəkildə düşünəndə biz başa düşürük ki, uğursuzluq dediyimizin içindən həmişə bir uğur çıxartmaq olur. Düzgün şəkildə fikir yönləndirəndə əslində bu mənim həqiqətən istədiyimi apardıb çıxardır deyə bir nüanslar olur.
Ona görə də diqqətin hara yönəlməsindən çox şey asılıdır. Amma biz bunu nə vaxt görürük? Nəsə yaxşı bir şey baş verəndən sonra, məsələn pis bir dövrün, periodun içindəysə və elə bilirik ki, hər şey üstümüzə gəlir. Bu ara əlini nəyə atırsansa alınmır. Həmin dövrdə o yaxşı tərəfi görmək bəzən çətinlik olur. Və deyək ki, məsələn çox yaxşı mütəxəssisdir, bir neçə yerə CV atır, amma hər yerdən ona imtina cavabı gəlir. Məhz həmin dövrdə necə adam öz o psixoloji stabilliyini, mental sağlamlığını qoruya bilər? Bununla bağlı da birazdan danışacağıq. Efrimizdə isə qısa reklamların vaxtıdır və bu müddət ərzində sizin də psixoloq və coach Zümrüd Əsədovaya suallarınız olsa bizimlə əlaqə saxlaya bilərsiniz. Uğursuzluqlar haqqında danışırıq və orada qalmışdıq ki, əgər bir period yaşayırsansa, nə istəyirsənsə, nəyə can atırsansa alınmır və həmin dövrü necə yaxşı yekunlaşdırmaq olar? İlk öncə onu deyim ki, həmişə bunu araşdıranda bir nüans çox diqqətimi çəkir ki, əgər bir şey alınmırsa, insan əslində heç onu alınmağını istəmir. Çünki insan ona şuuraltı olaraq onun alınma nöqtələrini yox, alınmayan nöqtələrini görür ki, özünü fokuslayır ola və çalışır ki, ümumiyyətlə alınmasın. Danışanda baxırıq ki, həqiqətən onun ona çox ehtiyacı ola bilər, amma əslində istəmir. İnsan enerjisi isə, onun düşüncəsi və s. ona ehtiyacı olanı çox vaxt gətirmir, sırf istədiyini gətirə bilir. Burada da niyyət çox önəmlidir. Biz nəyə niyyətliyiksə, onu cəlb eləyirik. Məsəl üçün, sən pula niyyətlisənsə, elə bir iş gələcək ki, sənə o pulu versin. Amma əgər sən fikrin orada fokuslanmayıbsa, deyəcəksən ki, yox, mən bunu istəmirdim. Və yaxud da ki, nəyisə ehtiyacından dolayı istəyirsən, amma elə bilirsən ki, həqiqətən istədiyindir. Bunlar hamısı bir-birinə qarışır deyə. Bəzən belə bir problemlərə gəlib çıxırıq ki, axı mən axtarıram, mən gün ərzində zaman sərf eləyirəm. Bunu da dərinə baxanda görürsən ki, əslində çox az zaman sərf eləyir həqiqətən də o problemin həll olunmağına və yaxud da ki, tapmaq üçün. Amma özünü inandırır ki, yox, mən axı gözləyirəm. Bəs biz necə istəyək ki, doğrudan istəyək? O necə olur? Ümumiyyətlə, nə vaxt hər şey alınır, düşüncələr və daxildəki niyyətimiz üst-üstə düşəndə. Əgər beyin mane olursa və yaxud da ki, beyin qərar veribsə, amma daxildə bir burulğan var, emosiya mane olursa, biz demək olar ki, ona gedib çatmırıq. Çatırıqsa da ya bunu sağlamlığımızla ödəyirik, ya da həyatda olan münasibətlərimizdən ödəyirik. Aysimon bəy yazır ki, mən işdən çıxmışam, bir aydır ki, hara müraciət eləsəm də deyirlər ki, xəbər verəcəyik. İlk günlər normal gəlirdi, mən hətta elə bilirdim ki, yaxşıdır, istirahət edirəm, amma indi elə hiss edirəm ki, heç kimə lazım deyiləm. Artıq özü demək istəyirdim, özü də dedi, bu insanın istirahətə ehtiyacı var. Amma istirahət etməkdən qorxur ki, bəs bunun sonrası insan rahatlaşa bilmədiyinə görə sonra yenidən o rejimə qayıtmaq ehtimalının nə qədər çətin olub-olmayacağı barədə şübhələr olduğuna görə çətinlik çəkə bilir. Çünki, məsəl üçün, mən işdən çıxıram, çünki buranı istəmədim. Mən biraz özümə zaman verirəm ki, başqa işi gəlib tapacam və bu ortada mən əslində dincəlmək istəyirəm. Amma o içərdəki qorxu imkan vermir ki, mən dincəlim və ona görə də nə dincələ bilmirəm, nə də işimi tapa bilmirəm. Belə ortalama bir yerdə qalıram. Ona görə də özünüz üçün maksimal dərəcədə özünüzə diqqətinizi yönəldərəkdən bir gündə olsa tam istirahət edib, ondan sonra məsəl üçün bir gününüzü tam işin axtarışına sərf edə bilərsiniz ki, enerji lazım olan yerdə tam olaraq fokuslanmış şəkildə aktiv olsun. Burada qorxu deyəndə, yəni bir müddət birdən dincələrəm, sonra heç kimə lazım olmayan bir əməkdaşa çeviririm. Birdən çox nəsə itirərəm, nəsə gözümdən qaçar. Ümumiyyətlə sonra başlayır istirahət eləyirəm. Özüm istəmişəm, özüm istirahət eləyirəm, amma məni axtarmırlar deyə mən deyirəm, nə oldu, mən lazım deyiləm. Əslində həyatda siz istədiyiniz baş verir. Sadəcə bunu görməyə öyrənmək lazım. Zümrüd xanım, istəyirəm istirahət haqqında da danışaq. Bax, bunu necə düzgün etmək lazımdır ki, sən sonra özünü tam bərpa etmiş olasan? İstirahət eləməyi də öyrənəcək qədər bir çətin dövrdə yaşayırıq demək olar. İstirahət məlumatın gəlişini həmin anda azaltmaqdır. Məlumatın içəridə formalaşmasına icazə verməkdir. Və yaxud da ki, ümumiyyətlə, nə içərdən, nə çöldən heç bir məlumat formalaşmaması üçün şərait yaratmaqdır. Bu nə deməkdir? Televizora baxmaq, kitab oxumaq, filmə baxmaq, bu hamısı məlumat gəlməkdir və beyin avtomatik olaraq burada işləyir. Və yaxud da ki, otururam, heç nəyə baxmıram, amma fikirləşməyə başlayıram. Bunu nə edeyim, onu necə eləyim, orada necə eləyim və s. Demək ki, mən nəsə məlumat formalaşdırmağa başlayıram. Bu ikisi də çox böyük enerji sərfiyatıdır. Heç birini etməməyə çalışmaq lazımdır ki, ümumiyyətlə, beyin
sadəcə indi özünə var olmağa fokuslana bilsin ki, enerji onda artmağa başlayır. Amma ən pis halda bu biraz çətin məsələ olduğuna görə ən azından çöldən gələn informasiyanı qəbul etməmək və hal-hazırda özünü hər hansı bir məsələni həlli üçün zorlamamaq. Bu artıq bizə rahatlaşmağa kömək eləyir. Hər hansı bir çöldə olan ağac olsun, dəniz olsun və yaxud da ki, hər hansı bir əl işi olsun, ondan zövq almaq və ya sadəcə seyr eləmək və ya sadəcə dinləmək belə, yəni hissiyat orqanlarımızı aktivləşdirmək bizim enerjimizin artmasına şərait yaradır. Yəni nə keçmişi, nə gələcəyi düşünmək yox da, sadəcə indi çox çətindir əslində bunu etmək. Amma aydındır ki, istirahət üçün lazımdır. Cəmilə xanım yazır ki, məndə itirmə qorxusu var. Məsələn, hər şey yaxşı olanda belə elə bilirəm ki, bu an nə vaxtsa bitəcək, əlimdəkiləri itirəcəm. Bu çox çətin duyğulardan biridir. Böyük ehtimal ki, hər hansı bir təcrübə olub həyatında və yaxud da ki, hal-hazırda bu spontan nəyəsə görə yaranıb, amma ən çətin versiyası olsa da, olsa nə olacaq deyə sual vermək lazım. Ən pis ehtimal nədir və bu pis ehtimal olsa nə olacaq deyə bir cavab olmalıdır beyində. Ki beyin o sualı başlayana fikirləşməsin ki, nə olar, nə olar, nə olar. Dayanmadan sual cavabsız qalır və ona görə çox verilir o sual. Amma ən pis ehtimalını ən azından bir dəfə də olsa düşünülsə, cavab olsa, beyin artıq biraz rahatlaşır ki, mənim cavabım var bu haqda. Ondan sonra artıq mən indiyə fokuslanıb yaşaya bilərəm ki, mən onun olmaması üçün çalışıram. İndi həyatımın ən yaxşı keyfiyyətdə olması üçün çalışıram. Amma orada da olsa mənim bir seçimim var. Yeri gəlmişkən bu haqqda ümumiyyətlə bir psixoloji serial var, Trigger, bilmirəm baxmısınız ya yox. Orada psixoloqun əsas sağaltma metodu bundan ibarətdir ki, sən nədən qorxursansa, birbaşa gedir həmin elə ilk seansda səni o qorxunun içinə atır ki, bununla rastlaşmalısan. Bu olsun, məsələn, hündürlükdən qorxursan, gedirsən hündürlükdən atır ki, düş. Yəni orada indi təhlükəsizlik məqamlarını özü yaradır. Sadəcə pasient bilmir ki, o indi gedib yıxılacaq. Mən bunları görəndə fikirləşirəm, görəsən bu yalnız kinoda belə olur, yoxsa həyatda da sən nədən qorxursansa birbaşa özünü gedib atanda, yəni o qorxunun içində bir-iki dəfəyə hər şey düzəlir. Əgər düzgün yanaşma ilə olursa, bəli, çünki elə insanlar var ki, təkrar eyni qorxuları yaşayır. Mövzu həmən qorxunun içindən keçmək deyil, sadəcə həm keçmək lazım, amma ki, keçəndə özünü də kəşf eləməlisən. Nə hiss elədim? Bu hansı duyğuya dəyişdi? Əgər biz nəyisə çıxardırıqsa içimizdən, məsəl üçün qorxu hissini çıxardırıqsa, orada bir boşluq yaranır, bu problemli mövzudur. O boşluğu nə ilənsə doldurmalıyıq. Məsəl üçün qorxu çıxdısa, əminlik olmalıdır içəridə. Onu psixoloq, terapevt özü formalaşdırır ki, onu stresi yaşasa belə onun əvəzinə anında nəyisə yeniləməlidir. Çünki əgər o qorxunun içindən keçdisə, nə oldu? Mən başa düşdüm ki, burada qorxasa heç nə yoxdur. Amma bu həmişə effektiv olmaya bilir. Amma təbii ki, köməyi var. Bir də uğursuzluqlarla bağlı əsas məsələlərdən biri də, məsələn, deyək ki, ya iş yoldaşımız, ya ailə üzvlərimizdən kimsə bir müəyyən uğursuzluq yaşayırsa, orada çevrə düzgün necə davranmalıdır? Çünki həmin insan sonra utana da bilər. Ən çətin məqamlardan biri də yəqin ki, budur. Adam fikirləşir ki, mən necə indi birdən onların üzünə baxacam və s. Ona görə ətraf onu necə düzgün dəstəkləməlidir? İcazə verin, insanlar bəzən də uğursuz olsun. Yəni burada əsas nüanslardan biri nədir? Biz daim insanlardan ən yaxşısını gözləyirik. Özümüz eləmədiyimizi başqasının eləməsini gözləyirik. Özümüzdə alınmayanı başqalarından tələb edirik və bu böyük bir problemə gətirib çıxardır. Kommunikasiyanın ən böyük problemlərindən biri də odur, gözlənti. Və gözləntilərimizə uyğun olmayanda biz başlayırıq reaksiya verməyə. Əslində verdiyimiz reaksiya o insanlara deyil, özümüzədir ki, yəni məndə alınmadı, səndə niyə alınmadı? Mən səni idarə eləməliyəm ki, səndə alınsın. Mən fikirləşim ki, mən nəsə elədim. O qaliçkanı ora qoydum. Amma ən doğru münasibət ümumiyyətlə belə hallarda necə olardı? İnsana öz təcrübəsini, yenə də təkrarlayıram, öz təcrübəsini, uğursuzluğunu deməyəcəm. Düşünməyə icazə vermək, vaxt vermək ki, o özü təhlil eləsin, özü fikirləşsin. Hər insan onsuz da bilir də bəlli bir çətinliyin içinə girdi öz davranışına görə. Məsələn, o oturub onu fikirləşir. İcazə vermək lazımdır ki, insan biraz özü təhlil eləsin və ən ideal davranış nədir? O insana hiss elətdirmək ki, nə zaman istəyirsən, artıq sən mənə gəlib bunu ya danışa bilərsən, ya yanında, sadəcə otura bilərəm yanında.
Sadəcə səni dinləyə bilərəm. Heç bir təzyiq olmadan səninlə söhbət edə bilərəm. Bu ən gözəl ideal davranışlardan biridir ki, təzyiq, qınaq olmadan, idarə etmək istəmədən, məsuliyyəti onun əlindən alıb özün etməyə çalışmadan sadəcə insanın yanında var ola bilmək, artıq o səninlə nəyisə bölüşmək istəyəndə, danışmaq istəyəndə və ya məsləhət almaq istəyəndə bunu artıq səninlə paylaşmaq, sən də onunla paylaşmağa açıq olmağındır. Yəni heç nə danışmır, özünə qapılırsa burada heç nə müdaxilə etməyə ehtiyac yoxdur. Təbii ki, uzun müddət yox, amma bir müddət icazə verməyə lazımdır ki, insan bir öz-özü ilə ola bilsin. Aydındır. Biz bugün uğursuzluqlardan və ya təcrübələrdən danışırıq. Zümrüd xanım dediyi kimi, mövzu ilə bağlı sizin də suallarınız olsa bizimlə əlaqə saxlaya bilərsiniz. Hələ ki vaxtda var. Söhbətə sən də qoşul. Telefon nömrəsi 012 404 11 22. Nərmin Aşurzadə ilə idarə etmənin əsasları davam edir. İş işdən keçməmiş dinləyin. Zümrüd xanım, müəyyən uğursuzluqdan sonra itirilmiş özünə inamı bərpa etməyin ən yaxşı yolları hansıdır? Mən bugün standart cavablar vermirəm. Heç nə bərpa eləməyin, yenisini yaradın. O necə olur? Yəni əgər mən hər hansı bir hissəm ya qırılıbsa, ya itirmişəmsə, onun arxasınca getmək əvəzinə mən nəyi həqiqətən indi başa düşdüm ki, özümdə görmək istəyirəm, onu birincisi dərk eləmək lazımdır, sonra da formalaşdırmağa başlamaq lazımdır. Məsəl üçün mən səhnədə qorxmamaq istəyirəm, bu bir hədəf deyil. Mən səhnədə rahat şəkildə danışmaq istəyirəm, hədəf budur. Və əgər bir qorxu həll olunursa, onun əvəzinə bayaq dediyim kimi nəyinsə yeniləməliyik. Və burada tam olaraq indi hansı istiqamətdə getməyimizi istəyirsə o növdə sual verin. Mən özünə inam haqqında danışmaq istəyirəm. Ola bilər ki, məsələn, bəzi insanlarda bu ailədən əvvəldən formalaşır. Bəzi insanlarda isə bu ya çətinliklə, hər xırda çətinlik belə olsa rastlaşanda yenə özünə inam tam olmadığına görə, yenə olan inamı biraz da itirirlər. Bunu insan əgər uşaq vaxtından bu yoxdursa, düzgün necə idarə edə bilər, düzgün necə formalaşdıra bilər? Bilmirəm, bu əzələ kimidir ki, məşq edirsən, özgüvəndə daha da mı artır? Sorğulamamaq. Məndə nəsə səhvdir, görəsən məndə nəsə düz deyil, görəsən düzgün eləyirəm, görəsən düzgün eləmirəm. Özünüzə vaxt ayıra bilərsiniz. Məsəl üçün, hər gün bir 10 dəqiqə gününüzü sorğulamaq, hansı davranışlarınız sizə nələr qazandırdı və ya hansı davranışlarınız sizə nəyi itirməyinizə yol açdı deyə hər gün təhlil eləmək üçün özünüzə zaman ayıra bilərsiniz. Amma özünə inanmağın, o gün mənə o sualı verdilər ki, bəs bu insan axı özünə bu qədər razıdır, özünə o qədər güvənli görsənir, amma boş insandır. Deyirəm ki, çünki o özünü sorğulamır. Ən yaxşısı. Nə qədər yaxşıyam, nə qədər pisəm, nə qədər düzgün elədim, nə qədər səhv elədim. O sorğulama insanın enerjisini də sıxır. İnsan özü qaranlıq görsənməyə başlayır və nə qədər gözəl insan olsa da insanlar da ona o cür yanaşmağa başlayır. Amma insan özündən içində ən azından bir şeyin həqiqətinə inanırsa, onda artıq rahatlıq olur. Bu fərqli ola bilər. Yəni hansısa bir ideyaya inana bilər, hansısa bir duyğusuna inana bilər, hansısa bir hədəfinə inana bilər, hansısa bir düşüncəyə və ya inanca inana bilər, fərqi yoxdur. O onda bəlli bir dayaq nöqtəsi olduğuna görə ətrafdakı insanlar da ona bəlli bir rahatlıq hiss eləyir, güvən hiss eləyir. O insan da özündə onu hiss eləyir, dayaq nöqtəsini tapdığına görə. Ona görə də davam edir. Özünə inamını formalaşdırmaq üçün nə sizdə rahatlıq yaradırsa, onu tapmaq, onu inkişaf elətdirmək, özünüzə dayaq kimi formalaşdırmaqdır. Çünki özünə inanmayanlar çoxu valideynindən, yoldaşından, dostlarından təsdiq gözləyir. Bu deyərdim ki, ən uğursuz və burada uğursuz deyəcəm. Uğursuz seçimlərdən biridir ki, onlardan təsdiq gözləmək, onların sənə afərin deməsi, onların afərin deməsi yalnız bonus olsun, gözəl bir, zövqlü bir söz olsun. Amma o afərini siz özünüzə deməyə hiss eləməlisiniz. Əgər güzgüyə baxanda özünüzdən fəxr eləyirsinizsə, öz rəsminizə baxanda mən bu qadın üçün və ya mən bu kişi üçün hər gün səhər tezdən durub mən bu obrazı formalaşdırıram və mən bundan zövq alıram, bu çox gözəl inam yaradır özündə. Bəs belə insanlara siz də deyirsiniz, kənardan baxıb bəzən deyirlər ki, necə də özün çox, sanki bu pis bir şeydir. Yəni sən niyə özü bu qədər çox bəyənirsən? Sən niyə hamıdan çox özünü istəyirsən? Bəyənə bilmirlər. Bəli, onu hətta qınayırlar da. Bu münasibət bəs sizcə normaldır ki, özünü sevən insanlara qarşı belə bir aqressiya var? Çünki özlərini sevə bilmirlər. Problem budur. Və eyni zamanda
təmiz özünə sevgi o zamandır ki, başqasından özümü artıq və ya başqasından özümü əskik bilmirəm. Mən sadəcə sevirəm, sadəcə bununla razıyam və sadəcə olaraq bu insandan, bu varlıqdan zövq alıram. Bu qədər. Amma o demək deyil ki, sən məndən aşağı və ya sən məndən üstünsən. Hər kəs dəyərlidir. Bu inancdan olduqda təbii ki, bu çox gözəl və sağlam şəkildə olan özünə sevgidir. Yəqin ki, siz də bu ifadəni eşitmisiniz, sıfırdan başlamaq. Olur sıfırdan başlamaq? Sıfır deyə bir şey nə qədər realdır onu bilmirəm. Çünki artıq təcrübə var axı orada. O artıq sıfır deyil. O bəlli bir rəqəm hər kəsdə fərqli olacaq. Amma yenidən başlamaq demək olarsa, təbii ki, yenilənmək necə ki, təbiətdə də var yenilənmək, insanda da zaman-zaman yenilənmə baş verir və insan özünə bu inancı beynindən çıxartsa ki, biz yenidən başlaya bilmərik, bu mümkün deyil, yaşım ona uyğun gəlmir, statusum ona uyğun gəlmir və s. və s. və s. Bəzən mən deyirlər, çox gecdir, məsəl üçün buna başlamaq və buna 5 il artıq mən sərf eləmişəm. Onda mən sual verirəm ki, növbəti 25 ili bəs yenə də buna sərf eləmək istəyirsən, yoxsa başqa bir şey öyrənmək mi istəyirsən? Ona görə də burada bizim əsas nüansımız ondan ibarətdir ki, mənim üçün nə dəyərlidir? Onu artıq özündən ümumiyyətlə özünü kəşf eləməkdəyim. Zümrüd xanım, indi əgər mövzunu yekunlaşdırası olsaq, məsələn, müəyyən bir uğursuzluq yaşanıbsa və sən ondan sonra növbəti addımı atmaq istəyirsən, buna psixoloji olaraq necə hazırlaşmaq və özün üçün nələri dəqiqləşdirməlisən? Əgər hər hansı bir hadisə baş veribsə, gəlin elə sonda ən səmimi şəkildə danışaq, hər hansı bir hadisə baş veribsə, bunu biz zehni şəkildə başa düşürüksə, güzgün qarşısına keçirsiniz və deyirsiniz ki, bəli, oldu, böyük bir problemimiz oldu və ya uğursuzluq sizin dildən deyəsək və yaxud da ki, hər hansı bir lap bir biabırçılıq oldu. Yəni nə oldu, fərq eləmir. Oldu, artıq keçdi. Amma mən sənə, yəni özümə sadiqəm. Mən burdayam və yaxşı mənada nə mümkündürsə, onun hamısını etmək üçün əlimdən gələni eləyəcəm. Çünki bizim özümüzdən başqa heç bir varlığımız yoxdur. Çünki hər kəsin bir gözləntisi var. Bu yaxşıdır, pisdir, o fərqli bir şeydir. Amma həyat enerji mübadiləsindən ibarət olduğu üçün hər kəsin bir gözləntisi var və eyni zamanda hər kəs nələrsə bəxş etmək istəyir. Amma bu birinci özümüzlə olan bağımızdan, həyatla olan bağımızdan başlayır ki, biz özümüzlə bəlli bir kommunikasiyada, ünsiyyətdə olmağı bacarmırıqsa, biz həyatla və ya başqa insanlarla bunu yarada bilmirik. Ona görə də özünüzə bəzən uğursuz olmağı, bəzən səhv eləməyi icazə verin. Bu o demək deyil ki, gedib ən pis versiyanı yaşamaq. Özünə ən yaxşı versiyanı yaşamaq yolunda gedərkən hər hansı bir xırda hadisələrin olmasında ilişib qalmadan yolumuzu davam edək. Yəni o problemlə rastlaşanda özümüzü də anlamayaq. Yəni təhlil elədik, davam edirik. Təşəkkür edirəm sizə gəldiyinizə görə. Çox xoş oldu sizinlə həmsöhbət olmaq. Biz bugün uğursuzluqlar haqqında danışırdıq. Zümrüd xanım deyə desək, bu əslində uğursuzluq deyil. Biz müəyyən təcrübə yaşayırıq və ondan sonra necə davam etmək lazımdır, psixoloji olaraq buna necə hazırlaşmaq lazımdır, bunu müzakirə